Ünvanlı yardım üçün müraciət zamanı bu məlumatlar tələb olunmur. Ailə üzvlərinin pensiya, müavinət, təqaüd, kompensasiya, işsizlikdən sığorta ödənişi almaları, əmək haqqı üzrə gəlirlər, tələbə, şagird, işsiz, keçmiş məcburi köçkün, hərbi xidmətdə olmaları, daşınmaz əmlakı, torpaq pay mülkiyyəti, sahibkarlıq fəaliyyəti, nəqliyyat vasitəsinin olması, kommunal xərcləri, telefon nömrələri və xərcləri, sərhəd keçməsi, cəza çəkmə müəssisəsində olması, əlilliyinin olması, əlilliyi olan şəxsə qulluq etməsi, özünü məşğulluq proqramı üzrə müqavilənin olması, 3 yaşadək uşağa qulluq etməsi, buna, habelə hamiləlik və doğuma görə məzuniyyətlə əlaqədar ödənişlər alması. Bu məlumatları elektron qaydada informasiya sistemlərindən əldə edə bilərsiniz. Yardımla bağlı müraciət edən şəxsə müraciəti qaralama formasında yaddaşda saxlamaq və sistemə göndərmədən müraciətə düzəliş etmə imkanı da yaradılır. Müraciət zamanı hansı məlumatların daxil edilməli olduğu da info lövhələrdə əks olunur. Ailənin maddi məişət şəraiti yoxlanarkən abonent və sayğac nömrələri, həyat yanı sahə ilə bağlı məlumatların ərizə bəyannamədə düzgün qeyd edilmədiyi aşkarlandıqda da həmin məlumatlara operativ düzəliş edilməsi və müraciətlərə yenidən baxılması imkanı yaradılır. Ünvanlı yardımla bağlı müraciət prosedurunun asanlaşdırılması məqsədi ilə yeni ünvanlı yardım elektron sisteminə giriş yalnız digital login üzərindən mümkündür. Digital logini heç yerə getmədən və sənəd toplamadan digital.login.gov.az portalında elektron qaydada qeydiyyatdan keçməklə əldə etmək olar. Daha ətraflı 142 çağrı mərkəzinə zəng etməklə və ya DOST mərkəzləri, Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələrdə müraciət edərək məlumat almaq olar.